Abituriyentlərin ən çox çətinlik çəkdiyi məqamlardan biridir tabeli mürəkkəb cümləni bağlayan vasitələr. Tabeli mürəkkəb cümləni bağlayan əsas vasitələrdən biri ki bağlayıcısıdır. Ki bağlayıcısını görürüksə, əvvəlcə baş cümlə gələcək, sonra budaq cümlə gələcək. Bu baş cümlənin işarəsidir, bu isə budaq cümlənin işarəsidir. Birinci baş cümlə, daha sonra isə budaq cümlə gəldi. Lakin bu həmişə belə deyil. Əgər ki bağlayıcısı zaman məzmunu bildirən cümlədə işlənərsə, yəni rahat bir qayda deyəcəm, birinci tərəfə yenicə, indicə, təzəcə sözlərini, ikinci tərəfə onda sözünü qoya biliriksə, bu zaman baxırıq ki, zaman bildirən budaq cümlədir. Budaq baş şəklində olacaq. Ki ilə bağlanan digər cümlələrə baş budaq deyəcəyik. Yazır ki, gələcək. Yazmışdı ki, dərsini oxuyacaq. Demişdi ki, universitetə yüksək balla qəbul olacaq. Hamısında baş budaq olacaq. Lakin birinci tərəfə yenicə, indicə, təzəcə sözlərini əlavə edə biliriksə, ikinci tərəfə onda sözünü əlavə edə biliriksə, zaman məzmunu bildirirsə, birinci budaq cümlə gələcək, sonra baş cümlə gələcək.